Bəli. Siz nədir şikayətiniz? Bax, bugünkü gündə nədir? Bax, məsələn, nə yerdədir? Bugünkü gündə mənim şikayətim odur ki, mən Qarabağ veteranı Füzuli Xocavənd Şuşa ərazilərində döyüşmüşəm. Bugünkü gündə bu boyda kənd, 1500 dənə ev olan kənd qalıb işıqsız hal-hazırda. Bu işıq idarəsinin müdürü kimsə Firdevsi müəllimdir adı. Səhv eləmirəmsə deyirlər ki, Firdevsi müəllimdir. Hə də hə. Bugünkü gündə bizə qalmışıq işıqsız, bizə deyirlər ki, bugün gəlsə bugün düzələcək, sabah gəlsə sabah düzələcək. Bizə qalmışıq qaranlıqda. Xahiş edirəm aidiyyəti qurumlardan, cənab prezident, sizin bir veteranınız olaraq sizdən xahiş edirəm. Bu məmurlara bir əmcan qılın. Biz qalmışıq qaranlıqda. Bir dənə xaladenlikim yanıb, bir dənə televizorum yanıb. Bugünkü gündə zəng edirlər, deyirlər ki, bugün gələcək, bugün 3 gündən sonra gələcək 3 gün. Bu kəndin halın olacaq. Birinin evində körpəsi var, birinin nə bilim. Bir də sizdən Fərid müəllim, bir də xahiş edirəm. Siz deyirdiniz, o yaşayış məntəqəsini 30 metr, 40 metr ərazisində. Bu da bir birləşmə olur, bir ev var. Səbrimiz yansa nə olacaq? Onlar bir kəlmə mən deyim. Bu yaşayış məntəqəsi ölçülüb 10 metrdən. 10 minlik turbasını 10 metrlikdən ölçülüb. Bugünkü gündə bu Firdevsi müəllim, mən də elə qoşurulam bu cəmiyyətə, yəni mənim özüm də Qarabağ qazisiyəm. Yəni 10 metrlikdən ölçdüyünə baxmayaraq, yarım metr, 1 metr. Gedirik qəbuluna, icra başçısının qəbuluna, deyir ki, azər işıqlıqdır. Gedirik, vermişəm prokurorluğa, ərzəm cavabsız qalıb. Gedirəm, evlərin yanında gəlirəm, baxıram, bir dənə küçə var, Cancan Tratoriyası deyiləndir, bizdə Tratoriya. Onlarda vapşım 10 minlik küçəsi var, bir dənə bütöy. Gətirib, bax, Allahımın adı haqqı, bax, saytlarda baxa bilərsiniz, möhtərəm prezident. Mən cənab möhtərəm prezidentin ətrafında sıx birləşmiş, məsələn, Fəridlə, qardaş Fəridlə, 44 gün müharibəsi də döyüşçüsü budur. Birinci Qarabağ müharibəsinin döyüşçüsü mənəm. Yəni, bugünkü gündə bizim bu Firdevsi müəllim deyirlər. Bax, bu Firdevsi İşıq İdarəsinin müdürü var. Allah'ın olsun Ağcabədi rayonu Qarabağ qoyur. İşıq barəsində. Yəni, bu çəkilən kommunikasiya var, təzə. Hamısı buna bax, çürüyüb, paslanıb, bax, göstərir. Bax, sizdən xahiş edirəm. Bax, nə gündədir, bax. Gəlin, gedək. Hələ bundan sonra bir dənəsinə çəkiliş olacaq. Gedəcəyin o Cancan 10 minlik küçəsinə. Gedəcəyin oradan düz başda nəyə çəkəcəyik. Görün, bu insanların İraq olsun, ölümünə. Bomba deyil bu, ən böyük silah deyil bu. Bu düşər, insanları məhv eləyər. Bunu yaşayış məntəqəsindən 10 metr, qeyri-yaşayış və yaşayış məntəqəsi fərq etməz. Ondan 10 metr aralı olmalıdır. Sizdən xahiş edirəm. Bizə söz verilmişdi ki, bu kabirləşmə çəkiləndə şınqız keçməyəcək, nə ağarmayacaq. Vallahi, billahi kabirləşmə olmamışdan qabaq bizim şınqız əməl başda gəlir. Fakt ki, amma bir dəqiqə, gündə bir 3 dəfə, 5 dəfə bizim işığımız keçir. İndi də bir dənə xaladen, bir təhər kredit götürüb. Aldığım vurtut 80 manat, onun 50 manat, 60 manat ödəyib. Mən xaladenlə televizor götürmüşüm, o da yandı getdi. Yaxşı, bu belə şey olmaz axı. İndi bugünkü gündə biz hara müraciət edirik? Deyir ki, bir dəqiqə. ha vaxt düzələcək, düzələcək. Sizə 10 minlik, hətta gedəcəyin 10 minlik küçəsini çəkəcəyin. İnşallah, indi gedirik 10 minlik küçəsini çəkməyə. Bax, bunun qazılanda, bunun torpaqlanması 0 dərəcəsində verdilər. Bu torpaqlama yoxdur deyin, başlayır işıqlar közərməyə. Bundan anlaşımız var. Ən azından siz kimlərisə allada bilərsiniz, vallahi bizi allada bilməzsiniz. Möhtərəm prezidentə dönə-dönə xahiş edirəm ki, Ağcabədi rayonuna adilli bir baxış keçirsin. Adilli bu, elə belə rayon deyil, çox qorxulu rayondur. Burada icra başçısıdır, işıq idarəsi müdürdür, prokurorluqdur, balalarımın canı heç bir işə baxılmır. 6 aydır, 5 aydır, 4 aydır mənim məktubum cavabsız qalıb. Gör, qazinin nol vəziyyətdə sayır prokurorluq. Olmaz mı belə iş? İşıq idarəsi vapşım 0 dərəcə. Mən az qala döyələr icra başçısında. Qoy qardaş, mən üstümə nə cumursunuz? Mən haqq ədaləti sizə gəlmişəm. Mən eləməyə, şikayət eləməyə. Məndən götürüb harasa şikayət edirsən. Ay, bu nə cürə bu? Nətəri bu ölkənin bir qanunvericiliyi yoxdur bu belə. Biz belə kimə müraciət edirlər ki, gedib döyüşməyək. İndi saxlayın siz, Allah gedəyin 10 minlik küçəsinə qardaş. Saxlayın telefonlarınızı. Gedək 10 minlik küçəsinə. Bağla da. Budur. Vallahi burada çəkiliş aparırıq, heç nə.